Namazda hər gün deyirik Maliki Yevmiddin. Maliki Yevmiddin nədir? Qiyamət gününün sahibi sənsən. Güya buranın sahibi kimdir ki? Biz orada niyə deyirik? Burada demirik. Qiyamət. Çünki orada qiyamətdə hamı baş düşəcək ki, həqiqi mülkün sahibi odur. Burada hələ anlamır. Orada Allah sual verəcək məhşərə. Məhşərə verilən sualdır, ayədir bu. Limənil mülk. Mülk kimindir? Kim cavab verir? Hamı susur. Cavab vermək üçün gəlin mən öz dilimə sahibi olum. Deyim ki, sən. Mən dilimin də sahibi deyiləm. Allah bir anlıq götürüb hər şeyi. Limənil mülk cavab verin görün. Heç kəs danışmır. Olur hərdən yuxuda qışqırmaq istəyən, qışqıra bilmirsən, danışmaq istəyən, danışmaq istəyir, danışa bilmirsən, qaçmaq istəyən, qaça bilmirsən, vurmaq istəyən, vura bilmirsən. Sahibi var. Hələ xatırladılar, belə yüngül var, malikim var, sahibim var. Orada bu qiyamətdə bu baş verir. Bütün məhşərə verilən sual, limənil mulk, sükut. Cavabı özü verir Allah. Lillahil vahidil qəhqar. Mənəm bu aləmin sahibi.